Adətən sel gələndə əvvəl kör çöp gətirər. İri qol budaqlı kötüyü selin gör yeri axıdar. İndi tərsin olub. Kötüyü qabağa veriblər. Görəsən, onları bu işə vadar eləyən nədir? Bəlkə demək istəyirlər ki, hələ yüngülümüz Abbasqulu bəydir. Sonrası lap ağır gələcək. Bəlkə mənə hörmət eləyirlər. Onu bu işə qoşan kimsə çox tədbirli adamdır. Bilir ki, Abbasqulu bəylə haqqı salamım var. Mən ona toxunmaram. O küçüğün kulağını kestim. Küçük nədir? Hansı küçük? Rasulun, Kerbelayı, belə lazımdır. Başqalarına dərs olar. Qəmlo, axı sən bu adamları bizdən döndürəcəksən. Sana deməmişəm ki, belə işi məndən izinsiz eləmə. Kerbelayı, valla sen onları tanımırsan. Balaca boş bıraksan başımıza çıkarlar. Biz ona o cür iş tapşırmışız. Demişik yolu koru, atıp çıkıp gelip. Yaxşı, bəlkə Səməndəri öldürüb, əsgərləri içəri bırakıblar. Söz güləşdirmə. Yaxşı, Abbasqulu bəy gəlir. Nə tədbir görək? Kerbelayı, icazı ver içində başına kim. Hükümet adamı görəndə əllərim kişir Kerbelayı. Kəs! Heç bilirsən nə danışırsan? Başına at tərtib nədir? Abbasqulu bəy, sənin üçün naxırçı iman deyil. Abbasqulu bəyə çox da inanma Kerbelayı. Elə bilirsən bizə ürəyi yanır, onun üçün durub bura gəlib? Hay hay! Xeyr! İndi o, gördüyün Abbasqulu bəy deyil. Bax, bu Qurana and olsun Kerbelayı. Bizim sirrimizi öyrənmək üçün gəlib. Ondan ne düşün gözlemiyorlar. Kim olur olsun, dost ya düşmən, biz gerek öz ləyaqətimizi itirməyək.